Hər vaxtınız xeyirli olsun. Bu dəqiqələrdə Bakı Məhkəmə kompleksində təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Aray Kartunyan və digərlərinin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edir və növbəti baxış iclası keçirilir. Hazırki mərhələdə iş üzrə keçən sənədlər elan olunur. Bugünkü iclasda da 2016-cı il və ondan sonraki dövrdə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlər zamanı toplanmış sənədlər, sübutlar elan olunur və tədqiq edilir. 2016-cı ilin aprel döyüşləri, tariximizə aprel döyüşləri kimi düşən hadisələr zamanı 2016-cı il aprelin 2-sindən başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlarla ateşə tutmuşdu. Nəticədə vətəndaşlarımız həlak oldu, yaralandı. Eyni zamanda vətəndaşlarımıza külli miqdarda, dövlətə və vətəndaşlarımıza külli miqdarda ziyan vuruldu. Məhkəmə prosesində bu kimi toplanmış sənədlər, sübutlar bir-bir araşdırılır, elan olunur və tədqiq olunur. İş üzrə keçən çoxsaylı fotosənədlər var, onlar nümayiş etdirilir. Eyni zamanda video materiallar var ki, onlar da məhkəmə prosesində nümayiş etdirilir. İclasda həmçinin təqsirləndirilən şəxslər də müxtəlif vəsadətlərlə çıxış edirlər. Onların vəsadətlərinin böyük bir hissəsi isə təbii ki, qanun çərçivəsində olan vəsadətlər məhkəmə tərəfindən qəbul olunur, təmin olunur. Vəsadətlərin bir hissəsi iclas protokollarla tanış olmaqdır. Bəzi təqsirləndirilən şəxslər var ki, müxtəlif bəzi sənədlər var ki, onlara təqdim olunmasını istəyirlər. Bu kimi qanun çərçivəsində olan onların vəsadətləri də təmin olunur. Qeyd edək ki, təqsirləndirilən şəxslərə həm də hüquqlarını iki müdafiəçi təmin edir, iki müdafiəçi qoruyur. İclasda həmçinin zərərçəkmişlər də, çoxsaylı zərərçəkmişlər də iştirak edirlər və eyni zamanda zərərçəkmişlərin hüquqi varisləri də iştirak edirlər. Açıq keçən məhkəmə iclası ilə bağlı bizim bu saata çatdıracaqlarımız bu qədər, amma biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacağıq. Hələlik isə Bakı Məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiyaya ötürürük.